Dostlarım, özünüz bilirsiniz ki Azərbaycandakı sosial vəziyyətimiz çox çətindir. Ona görə də ki, bu səhifə yalnız sizlərin problemi üçündür. Xahiş edirik ki, hamının nə dərdi varsa bizə yazsın, imkan daxilində də kanala abunə olun, ona dəstək olun, verilən videoların altında nəsə yazın ki, yavaş-yavaş artıra bilək. Çünki hamının çox belə çətin problemi var, həmin problemləri biz eləməsək, heç kim eləməyəcək. Xahiş edirəm sizdən. Mənim evim 2011-ci ildən qəza vəziyyətindədir. Hal-hazırda 2026-cı ildə isə evim demək olar ki, yoxdur. 2 dəfə yağan leysan yağışlardan sonra evim ümumiyyətlə yararsız hala düşdü və bir müddət icra hakimiyyətinin bizə pul ödədi, kirayələrdə yaşadıq. Uzun müddət qarajda yaşadım və müxtəlif kirayələrdə yaşadım. İndi hal-hazırda evim yoxdur. Evimdə Zığda bizim bu sürüşən evlərin əvəzinə ev tikmişdilər, tikiblər hal-hazırda. Oradan da mənə demişlər ki, sənə də ev verəcəyik. Püşkatmada mənə ev düşsə də məni oraya yaxın buraxmırlar. Ona görə ki, mənim müqaviləm yoxdur. Müqavilə imzalamaq üçün də külli miqdarda pul lazımdır. Akt imzalamaq, müqavilə imzalamaq, cürbəcür sənədlər istəyirlər. O sənədləri vermədiyimə görə də mən oradakı evə də sahib ola bilmirəm. Hal-hazırda mən ortalıqlarda, qohum evlərində, tanış evlərində və müxtəlif yerlərdə 2 evladım autizmlə əziyyət çəkir. Uşaqlarım da yanımda, orada-burada qalıram. Artıq bu həyatdan bezmişəm. Mən müraciət elədim müxtəlif qurumlara və qurumlardan da heç bir cavab almadım. Azərbaycanda hansı quruma məktub ünvanlayanda o qurumda məktub itib batır. Oradan cavab gəlmir. Heç vaxtda cavab gəlmir. Ona görə də mənim vəziyyətim çox acınacaqlıdır. Həm də yaşadığım evdə mərkəz kimi eləmişdim. Uşaqlarım təlim alırdı. Uşaqlarım təlimdən də qaldılar. Demək olar ki, 3 ilə yaxındır ki, mənim uşaqlarım heç bir təlim ala bilmir. Ona görə vəziyyətim çox acınacaqlıdır. Bizi məcbur hər gün yekun işçiləri, icra işçiləri gəlirdi, bizi bezdirirdi. Sizə bir şey olsa biz ona cavab deyilik. Bizi bir dənə kağız gətirdi, verdi, çıxmalısınız məcbur. Zığ qəsəbəsində 300-dən çox ailə torpaq sürüşməsi səbəbindən evlərindən çıxarılıb. Onlara vəd ediblər ki, yeni evlərlə təmin ediləcəklər. Amma bununla bağlı heç bir müqavilə bağlanılmayıb. Artıq 4 ilə yaxındır ki, sakinlər kirayədə qalırlar. Son ayın kirayə haqqı da onlara verilməyib. Qəzalı vəziyyətdə deyiblər. Bizi çıxardıblar, bizə deyiblər ki, 3 ay müddətdə sizin işimizi həll edəcəyik. Evlərimizdə söküblər, qoyurlar hamısını yerə. Köçüb ki, 4-cü ilə keçibdi. Biz də qapı qalmayıb döyməyək. Biz yaşlı başlı adamlarıq. Əlimiz, ayağımız əsir. Hamımız xəstə adamlarıq. Ölür, bir qırılır qalmır. Mən öləndən sonra verəcəklər. Necə sizi çıxartdılar evdən? Həyət evi idi. Bu deyil, Zaniyada aşağıdadır. Bax, tökdürür, dedi çıxın. Çıxmasa qazı, suyu hamısını kəsdirir, dedi çıxmalısınız. Atdılar bizi çörə, bizi yığışdıq, getdik, ev tapdıq.